Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun, xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, lezzetli, asanlıkla tez bir zamanda hazırlayabileceğiniz vişne pomidor salatı hazırlayacağım. Çox dadlı, lezzetli olur. Əminəm ki, siz də yemisiniz. Hazırlanma qaydasına gəlin birlikte keçək. Əvvəlcə vişneli pomidoru burada gördüyünüz hər şeyi yumuşam. İndi isə pomidorun doğranmasından başlayıram. İstediğiniz büyüklükte, istediğiniz formada doğrayabilirsiniz. Pomidor hazırdır. Bakın gördüğünüz formada 2 adet büyük pomidor doğradım. 1 adet soğan götürmüşəm. Soğanın hamısını doğrayabilirsiniz, yarısını doğrayabilirsiniz. Zövqü görədir. Hətta yaşlı soğanla da istifadə edə bilərsiniz. Bacardığımız qədər nəzik doğrayırıq. Mən soğanın yarısını əlavə etdim. Və göyərtilərdən şüyüd istifadə edirəm. Reyhan da bu salda çox gözəl yaraşır. İstəsəniz reyhan da istifadə edə bilərsiniz. Bəlkə səsini kəsib götürürəm. Qeyd edirəm, reyhan şüyüd bu salda çox yaraşır. Digər istəyirsiniz, yəni fərqli göyərtilərdən istifadə edə bilərsiniz. Və keçirəm vişnələrin çərdəyinin çıxarılmasına. Bilirsiniz ki, çıxarmaq çətin olur vişnələrin çərdəyini. Bakın bu cür çıxarırıq. Heç bir şey etmədən qabın içərisinə əlavə edirik. Vişnələr də hər birini çıxartdım. Gördüyünüz formada içərisinə əlavə etdim və üzərindən istiot, paprika, duz əlavə edirəm. Yəni isteğe görə hər hansı bir ədviyyatdan istifadə edə bilərsiniz. Bəyəndiyiniz ədviyyatdan. Duz da əlavə edirəm. Və sonda üzərinə küncüt əlavə edib qarışdırıram. Budur, möhtəşəm salatımız hazırdır. Dadına baxaq. Dadına söz ola bilməz. Çox dadlıdır. Mütləq siz də hazırlayın.